Xəzər TV-də yayımlanan məşhur İncə Səhər verilişində müvəqqəti dəyişiklik edilib. Bu barədə məlumatı telekanalın aparıcısı Mətanət Əlverdiyeva Xəzər axşamı proqramında canlı yayım zamanı açıqlayıb. O bildirib ki, İncə Səhər verilişinin daimi aparıcısı Vüsalə Əlizadənin səhhətində yaranan problem səbəbindən proqramın aparıcılığı müvəqqəti olaraq ona həvalə olunub. Mətanət Əlverdiyevanın sözlərinə görə, bu dəyişiklik qısa müddətli xarakter daşıyır və təxminən 5-6 gün davam edəcək. O, həmkarına tezliklə sağalaraq yenidən efirə qayıtması üçün xoş arzularını da çatdırıb. Aparıcı əlavə edib ki, tamaşaçıların sevdiyi format və verilişin əsas xətti qorunub saxlanılacaq. İncə Səhər hər zamanki kimi aktual mövzular və maraqlı qonaqlarla izləyicilərin görüşünə gələcək. Qeyd edək ki, Vüsalə Əlizadənin səhhəti ilə bağlı yaranan fasilə səbəbindən ötən gün İncə Səhər verilişinin təkrar buraxılışı efirə təqdim olunub.